Salam, hər birinizi xoş gördük. Mən ingilis dili müəllimi Həcər. Bugün sizə 2025-ci ilin 9 illik tim toplusundan 5-ci mətnin izahını eləyəcəm. Əvvəlcə mətni oxuyub tərcümə eləyəcəyik, daha sonra keçəcəyik suallara. Bears are interesting mammals. Ayılar deyir, maraqlı məməlilərdir. They have 8 types of, most of them are serious, 8 types and most of them are seriously at risk of extinction. Onlar deyir 8 növü var ayıların və onların əksəriyyəti ciddi şəkildə extinction tükənmək yox olmaqdır. Tükənmək riski altındadır. On average, bears can live up to 25 years in the wild nature. Ortalama olaraq ayılar 25 il vəhşi təbiətdə yaşaya bilirlər. If they are kept under special care and protected, they can live up to 50 years. Əgər onlar deyir xüsusi qayğı və diqqət altında yaşasalar, yəni qorunsalar, 50 ilə qədər də yaşaya bilirlər. The loveliest among them are polar bears. Onların arasında ən sevimlisi polar bears, yəni qütb ayılarıdır. Canada is the home to nearly 60% of the world's polar bears. Kanada dünyanın qütb ayılarının təxminən 60%-nə sahibdir, yəni Kanadada yaşayır. Bears eat mostly meat and fish, but some bears also eat plants and insects. Ayılar deyir əsasən ət və balıq yeyir, amma bəzi ayılar həmçinin bitkilər və həşəratlar da yeyir. Most of them love the taste of honey, but each type has a preferred diet. Onların əksəriyyəti balın dadını deyir xoşlayır, amma hər növün özünə məxsus diyeti, yəni yemək vərdişi var. For example, the polar bear mostly eats seals. Məsələn, qütb ayıları əsasən su iti yeyirlər. Bears are big and heavy, but they can run very fast. Ayılar böyük və ağırdılar, amma çox sürətlə qaça bilirlər. Bears are good at climbing and swimming too. Ayılar həmçinin dırmaşmaqda və üzməkdə də çox yaxşıdırlar. They can swim up to 100 miles without resting. Onlar deyir 100 milə qədər istirahət etmədən, yəni dincəlmədən üzə bilərlər. Bears have a large brain and they are also known as intelligent mammals. Ayıların deyir həmçinin böyük beyinləri var və onlar intellektual, yəni ağıllı məməli kimi tanınırlar. They have an excellent sense of smell. Onların deyir möhtəşəm iyi bilmə qabiliyyətləri var. Better than dogs, yəni itlərdən daha yaxşı. Bears can differ things from each other according to their colors. Ayılar rənglərinə görə bir şeyləri bir-birindən ayıra bilirlər. Baxırıq mətnin suallarına. What's the passage mainly about deyəndə mətin nədən bəhs edir sualıdır. Biz bilirik ki, söhbət ayılardan gedir. Hansı variant ayı sözünə yaxındırsa onu götürəcəyik. The protection of endangered bears. Nəsli kəsilməkdə olan ayıların müdafiəsi. Xeyr, təkcə müdafiəsindən söhbət getmir. Ümumiyyətlə, burada mühafizə ilə bağlı heç nə demədi. B-də deyir ki, the types of the fastest animals, ən sürətli heyvanlar növü, ən sürətli deyildi ayılar. Sadəcə orada deyirdi ki, ağır olmaqlarına baxmayaraq sürətlə qaça bilirlər. Ona görə B variantı da yanlışdır. C variantında characteristic features of bears, bəli, ayıların xarakteristik xüsusiyyətləri. Ayılar, yəni ayılar, ümumiyyətlə ayılar haqqında danışır. C variantımız doğru olacaq. D variantında eating habits of polar bears, qütb ayıların yemək vərdişləri. Düzdür, burada adı çəkilir qütb ayısının, amma söhbət təkcə onların yemək vərdişindən getmədiyinə görə bu da yanlış variantdır. Və Y variantında the life of animals in the wild, yəni vəhşi təbiətdə heyvanların həyatı. Bütün heyvanlardan yox, təkcə qütb ayılarından söhbət getdiyinə görə Y variantımız da yanlış olacaq. İkinci sualda which statement is true according to the passage? Düzgün olanı istəyir bizdən. A variantımız yanlışdır. Nəyə görə? Bears often have a rest. Əsasən deyir dincəlirlər while swimming, yəni uzun məsafələri üzərkən. Amma burada deyirdi ki, they can swim up to 100 miles without resting. Without sözünün mənası olmadan sızsız deməkdir. Yəni onlar deyir dincəlmədən 100 milə qədər üzə bilirlər. A yanlış variantdır. B variantında deyir ki, bears run slowly. Ayılar yavaş qaçırlar kök olduqlarına görə. Amma burada nə deyirdi? They run very fast, yəni sürətlə qaçırlar. B variantımız da yanlışdır. C variantında bears aren't under the danger of extinction. Ayılar deyir tükənmək deməli təhlükəsi altında deyirlər. Amma burada yazılmışdı ki types and most of them are seriously at risk of extinction. Yəni tükənmək üzrədirlər. C variantında Canada is the place where most polar bears live. Bəli, bu bizim doğru variantımız olacaq. Deyir ki, Kanada
əksər qütb aylarının yaşadığı yerdir. Bəli, burada da yazılmışdı ki, təxminən 60% yaşayır. Deməli, əksəriyyəti oradadır, yarısından çoxu. Y variantında bears can't live longer if they are kept with care. Onlar deyir, əgər qayğı ilə saxlansalar uzun yaşaya bilməzlər. Belə bir şey demirdi. Burada deyirdi ki, onlar əgər special care and protected, baxın, qorunsalar 50 ilə qədər də yaşaya bilərlər. Sonra baxırıq 3-cü suala. What makes bears better than dogs? Həmin bu better than dogs hissəsini mətndən gəlin tapaq. Baxın burada. Baxaq görək nədir onları itlərdən daha yaxşı eləyən. They have an excellent sense of smell. Möhtəşəm iyi bilmə qabiliyyətləri. Baxaq burada sense of smell B variantında. 4-cü sualımızda each type of bears deyir ki, hər ayı növünün. Hər ayı, baxın, burada each olan cümlə, each type of olan buradadır. Has a preferred diet. Özünün üstün tutduğu deyir yemək vərdişi var. Diet ümumiyyətlə diyeta, pəhriz demək deyil. Yəni, nə mənada? Arıqlamaq üçün olan bir şey deyil. Yemək vərdişindən söhbət gedir. Deyir ki, baxın, onların əksəriyyəti bal dadını xoşlayır, amma hər birinin özünə məxsus yemək vərdişi var. Və sonra deyir ki, məsələn, qütb ayıları əsasən suiti yeyir. Gəlin baxaq. Deməli, bir doğru olacaq. Each type of bears has its own eating habit. Hər birinin öz yemək vərdişi var. Bu doğrudur. Bir də doğru cavab olacaq. 2, eyni şeydir. Baxın, food that they prefer to eat. Yəni, üstün tutduğu yemək növü var. 1 ilə 2 bizim doğru cavabımızdır. 3-də deyir ki, suiti yemək vərdişi var. Xeyr, hamısı suiti yemirdi. Ona görə 3 yanlışdır. Bir də deyir ki, the same. Eyni sağlam pəhrizləri var. Xeyr, hərəsini deyirdi ki, özünə məxsus pəhrizi olur. 5-ci sualda bizdən false, yəni yanlış olanı istəyir. A variant 1-də all the bear types have the same diet. Baxın, bu cümlənin eynisidir. Bütün deyir ayı növlərinin eyni pəhrizi var. Bu yanlış idi, çünki demişdik hər birinin özünə məxsus diyeti var. 2-də deyir ki, bears can recognize the colors of the things. Yəni, bəzi şeylərin rəngini tanıya bilir. Bəli, sonuncu cümlədə deyirdi ki, bəzi şeyləri according to their colors, rənglərinə görə fərqləndirə bilir. Deməli ki, doğrudur, götürməyəcəyik. 3-də bears eat neither plants nor insects. Ayılar deyir, nə bitki, nə də həşərat yemir. Neither nor nə də deməkdir. Amma burada baxın, deyirdi ki, bears also eat plants and insects. Yəni, həm də bitki və həşərat yeyə bilirlər. Ona görə 3 də yanlış olacaq. Daha sonra 4-cüdə climbing is the ability that the bears are good at. Dırmaşmaq ayıların yaxşı olduğu bacarıqdır. Bəli, burada dırmaşmaqla bağlı bu hissədə deyir ki, are good at climbing. Yəni, dırmaşmağı yaxşı bacarırlar. Bu da doğru olduğuna görə bunu da götürməyəcəyik. Doğru cavab olacaq 1 və 3. Bu qədər, mətnin izahı bu qədərdir. Əlavə sualınız varsa rəylərdə yazın. Videonun davamının gəlməyini istəyirsinizsə bəyənib abunə olmağı unutmayın. Hələlik.